dua edəndə Musa maraqlı bir sözdən istifadə etdi. Bizdə tövbəkar ürək yarat. Maraqlı bir fikirdir və bu fikri mən tamamilə bəyənirəm. Nəyə görə? Çünki insan olaraq bizə belə xas olan keyfiyyətlərdir. Həyatda üzləşdiyimiz çətinliklər, xoşa gəlməz bir vəziyyət, biz digərini suçlamağa meyl göstəririk. Və bu bizdə belə adət halını alandır və insanlar valideynlərini suçlayırlar, insanlar dövlətini suçlayırlar, insanlar həyatda üzləşdikləri insanları suçlayırlar. Yəni bu o qədər adi hal alıb ki, asanlıqla ölkəni dəyişmək, valideynləri tərk eləmək, həyat yoldaşından üz çevirmək, çünki o pisdir. Yəni hər dəfə başqasını suçlayanda nəyisə dəyişdirməyə, mühiti, ətrafımızı dəyişdirməyə meyl göstəririk, amma çox nadir insan özünü dəyişilməsi barəsində düşünür. Və bu düşüncə biz məsihçilərə aiddir. Biz özümüzə diqqət yetiririk. Öz hərəkətlərimizə, davranışımıza, rəftarımıza diqqət yetiririk. Əgər uyğun olmayan bir hərəkəti, uyğun olmayan bir düşüncəni belə görürüksə, biz tövbə edirik. Ya Rəbb, dəyişilməyimə kömək et. Və mən deyərdim ki, yeri və göyü yaradan, görünən və görünməyən hər şey yaradıb, hər şeyin sahibi olan Allah o duanı cavabsız qoymayacaq. Keçən həftə Allah barəsində danışanda, keçən həftə 5-ci gündə deyəsən, Aleksandr Şevçenkanı və ondan dəfələrlə sitatlar getirirəm, çünki bəyənirəm onu. O çox maraqlı bir sözü yadıma düşdü, xoşuma gəldi. O belə bir ifadə edir və deyir ki, əgər deyir, mən bir vətəndaş olaraq ölkəmin prezidenti ilə görüşmək istəsəydim, mənim şanslarım 0% olardı. Və mən deməli doğrudan da, əgər mən bir Azərbaycan vətəndaşı kimi ölkə prezidenti ilə görüşmək istəsəydim, mənim də şansım 0-dır. Çünki ölkəmizdə 10 milyondan çox mənim kimi vətəndaş var. Prezident çox məşğuldur, çox ciddi işlərlə məşğuldur və mənim onunla görüşmək, onun belə qəbuluna düşmək mümkün olmayan bir şeydir. Amma əgər cənab prezident mənimlə görüşmək istəsə, onun imkanları 100%-dir. Yox, bəlkə fikirləşsə, indi görüşüm, 10 dəqiqədən sonra onun qəbulundayam. Yəni, bütün sistem işləyəcək ki, məni onun huzuruna aparsınlar. Əgər bir insan Allahla özü görüşmək istəsə, mən deyərdim, həmin o insanın şansı 0-dır. Bəs əgər Allah özünü insana aşkar eləmək istəsə, o imkanlar 100%-dir. Və müqəddəs kitab məhz bunu bizə öyrədir ki, Allah özünü insana aşkar edir. Allah özünü insana aşkar edir. Biz insan olaraq Allahı dərk edə bilmərik. Mümkün deyil. Bizim düşüncəmiz, bizim həyatımızda olan bütün bu həyat sistemi Allahı dərk etməyə bizə mane olur. Biz anlaya bilmirik Allahı, biz dərk eləyə bilmirik və Allahın müqəddəs kitabında bizə verdiyi öğüt nəsihət ilk addımlarda çox qəribə səslənir. Doğru olmayan səslənir və deyir ki, bu necə mümkündür? Sənə pislik edənlərə xeyir dua ver. Bəlkə bir dəfə ürəyimi boşaldım, ürəyimdən olan bütün acılığı töküm, rahatlanım. Amma səmimi danışsaq, mən belə deyirəm, gəlin əyri oturaq, düz danışaq. Əgər səmimi danışsaq, nə qədər olub ki, ürəyimizdə olan o acılığı dilimizə getirib, ürəyimizi boşaltdıq dedikdən sonra, görürük ki, əksinə boşaltmadıq. Əksinə yenidən doldurduq. Təzdən o acılığı yenidən yaşamaqla. Müqəddəs kitabsa başqa bir perspektivlər açır bizə və göstərir ki, bağışla, burax, xeyir dua ver. Tamamilə fərqli bir yanaşmadır. Və həmin bu yanaşmada bizdə gözlənilən bir şeydir. Allaha etibar etməkdir. Onun sözünə güvənməkdir. Allahın sözünə güvənməyimiz gözümüzdə doğru olanı deyil, müqəddəs kitabda öyrəndiyimizi gündəlik həyatda icra eləməklə bağlıdır. Məhz buna biz iman deyirik. Üzr istəyirəm, biz iman demirik, müqəddəs kitab buna iman adlandırır. Biz Allahın sözünə itayətimizi göstəririk və müqəddəs kitabda yazıldığı tərzə uyğun olaraq da özümüzü uyğunlaşdırmağa çalışırıq. Biz uyğun gələk.
Təəssüf olsun ki, bəzən hansısa bir ayəni götürüb özümüz üçün sui-istifadə eləyə bilərik bir bayraq kimi. Amma əslində müqəddəs kitab bizə ondan ötəri verilib ki, biz Allahı müqəddəs yazılar vasitəsilə dərk etdikdən sonra özümüzü Allahın kamil təbiətinə uyğunlaşdırmağa bacaraq. Və mən deyərdim, müqəddəs kitab bu ilə kifayətlənmir. Müqəddəs kitabda başqa bir fikir var, hansı ki 1-ci Korinfilər məktubu 2-ci fəsildə 9-cu 10-cu ayələrdə yazılıb. Amma necə ki yazılmışdı, Allahın onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib. Bizə isə Allah bunları öz ruhu ilə açdı. Çünki ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə araşdırır. Allahın onu sevənlər üçün hazırladığını nə göz görüb, nə qulaq eşidib. Hə? Nəsə belə bir həyəcan var burada. Oyda Allah nə hazırlayır? Allah mənim üçün nə hazırlayır? Və deyir, onu nə göz görüb, nə qulaq eşidib. Amma deyir, Allah bunu açır. Yəni, Allah bunu bizdən gizli saxlamır. Və Allah bizim üçün saxladığını, bizim üçün hazırladıqlarını bu həyatda yaşamağa bizə kömək edir. Əlbəttə ki, bu həyatda kam alıb xoş günlər görməkdən ötəri Allah müqəddəs kitab vasitəsilə bizi öyrədir, başa salır, izah edir ki, biz nə tərzdə yaşamalıyıq ki, həyatdan kam alıb xoş günlər görməyi bacaraq. Firavan və zəngin həyatdan söhbət getmir. Nə qədər insan var ki, firavan və zəngin həyat yaşayır, amma sanki öz ruhlarını, öz canlarını qızıldan düzəldilmiş bir qəfəsdə bağlamış olurlar. İnsanın həyatı onun varının, dövlətinin çox olmasından asılı deyil. İnsanın həyatın gözəlliyi daxili təbiətdə, sülhdə və dinclikdə, rahatlıqda və əminlikdədir. Məhz buna görə Süleyman öz məsələlərində deyir, nə fayda var, böyük bir ziyafət açasan, dana kəsəsən və onun üzərində mübahisə düşsün. Ondan isə qoy bir qab göyərtin olsun. Bir qab göyərtin. Onunla da dincliyin. Bunu öyrənirik. Vacib olan fikirləri götürürük ki, biz var dövlət dalsıca qaçan insanlar olmayaq. Allahla bərabər ömür yaşayan insanlar olaq. Ümumiyyətlə, biz məsihçilərin leksikonunu çox sevirəm. Bizdə çox maraqlı sözlər var. Allahla bərabər bir ömür yaşamağa. Bunu tək biz Azərbaycanlılar demirik. Dünyanın hər bir yerində Məsih isə iman edənlər bu tərzdə danışırlar. Bu bizim söz ehtiyatımızın ayrılmaz hissəsidir. Allahla bərabər ömür yaşamaq. Olduğum yerdən asılı olmayaraq. Ətrafımda kimlərin olduğundan asılı olmayaraq. Ola bilsin ki, ətrafımda mənim kimi Məsih isə iman edənlərdir. Ola bilsin ki, mənim məsihçi olduğumu bilməyənlərdir. Amma mən dəyişilmirəm. Olduğum hər bir yerdə mən Allahla bərabər ömrümü yaşayıram. Ona görə biz düşdüyümüz mühitə görə uyğunlaşmırıq. Yəni ki, buradakılar belədir, mən də elə olum. Yox, öyrəndiyimə görə həyat yaşayacağam. Öyrəndiyimə görə rəftar edəcəm. Yazılıb ki, Allah onu sevənlər üçün nə hazırladığını bilmir və kimdir Allahı sevənlər? Yox, o sözlər kimə ünvanlanıb? Bütün bəşəriyyətə ünvanlanır, hansılar ki, səma altında yaşayanlar, biz bilirik ki, Allah onları sevir. Bəli, müqəddəs kitab aydın şəkildə bizə öyrədir ki, Allah insanları milliyyətindən, milli dini mənsubluğundan asılı olmayaraq bütün insanları sevir. Amma burada deyir ki, Allahı sevənlər üçün o nəsə hazırlayır. O şəxslər üçün hazırlayıb ki, kimlər Allahı sevirlər. Və ümumiyyətlə, Allah haqqında düşünən insanlar, təəssüf olsun ki, bəzi insanlar var ki, hansılar ki, Allah barəsində düşünmürlər, amma Allah barəsində düşünən insanlar, onlar da deyirlər, Allahı sevirəm. Yəni, kim deyir ki, mən Allahı sevirəm? Xüsusilə Allah barəsində düşünən, Allaha ibadət edən, hansısa bir dini mərasimlərdə iştirak edən insan Allaha olan sevgisini bildirir və Allaha olan sevgisini müxtəlif formalarda göstərməyə çalışırlar. Kimi isə belə təmtəraqlı mərasimlərdə, kimsə qurbanların təqdimatında, kimsə belə gözəl, avazlı səsində Allaha sevgisini bildirir. Və mən deyirəm, bu fikir bizdə maraqlı bir
istiqamət ala bilər həyatımızda, hansı ki bizi Allahdan uzaqlaşdıra bilər. Mən deyirəm, necə bir fikir yaranıb ki, sanki ibadət edən insanın Allah əlinə baxır. Mənə nə gətirəcəksən? Yox. Allahın bizim təqdimatlara ehtiyacımız var. Məncə heç qətiyyən yoxdur. Allahın bizə onun barəsində dediyimiz gözəl sözlərə ehtiyacı var. Məncə heç ehtiyacı yoxdur. Heç qətiyyən ehtiyacı yoxdur. Biz insanlara ehtiyac var ki, kimsə bizi tərifləsin. Hansı xüsusilə yaxşı iş görəndə və kimsə tərifləməyəndə biz nə deyirik? Qədrimi bilmədi. Yox? Qədir bilmədi. Və ona görə bizdə belə qədir ağacı deyilən bir anlayış var da, hə? Getsin həyətində qədir ağacı əksin. Yəni o qədrimi bilsin, hörmətimi bilsin, ona etdiyim yaxşılıqların dəyərini anlasın. Allahın buna ehtiyacı yoxdur. Ehtiyacı yoxdur ki, biz ona bizim həyatımızda etdiyi yaxşı işlərə görə tərifləndirək. Qətiyyən ehtiyacı yoxdur. O bizim tərifimizdən asılı deyil. O bizim ona etdiyimiz ibadətlərdən asılı deyil. O bizim onun adı naminə təqdim etdiyimiz qurbanlardan asılı deyil və bizim onun naminə etdiyimiz xidmətlərdən də asılı deyil. Biz Allahı sevənlər, onlar kimlərdir? Yahya öz müjdəsində çox maraqlı bir söz deyir. İsa Məsihin sözlərini burada qeyd edərək. Əgər məni sevirsinizsə, nə edin? İbadət edin, qurban kesin, uzun-uzuna dualar edin, əmrlərimə riayət edin. Maraqlıdır, yox? Allahın sözünə, Allahın kəlamına, əmrlərinə riayət etmək bərabərdir. Allahı sevirəm. Əgər kim isə və o bizlərik, səy göstəririk, həvəsliyik, istəkliyik və bunun uğrunda çalışırıq ki, Allahın sözünü öz həyatımızda yerinə yetirək. Allahı sevən bizlərik. Və bizim üçün yazılıb ki, Allahı sevənlər üçün Allah xüsusi nəsə hazırlayır. Və xüsusi hazırladıqlarını biz bu dünyada, bu dövrümüzdə görürük. Allah bizim həyatımıza bərəkət verir. Allah bizi xeyir dualandırır. Allah bizdən sonra gələnlər üçün, övladlarımız üçün ümidli bir gələcək verir. Və biz Allaha sığınaraq öz övladlarımız barəsində də vəsatət edirik, dua edirik, yalvarış edirik və öz nümunələrimizlə onlar üçün yaxşı bir nümunəyə çevrilirik. Və eyni zamanda da bilirik ki, müqəddəs kitaba əsasən Allah bizə əbədi həyatı irs olaraq verir. Və biz əbədi həyatı gözləyirik. Müqəddəs kitaba əsasən İsa Məsih gələcək və bizi onun adına iman edib, həvəslə onun gəlişini gözləyənlərin öz padşahlığına aparacaqdır. Allahı sevənləri özü ilə bərabər aparacaqdır. Və biz Allahı sevənlər, bu sevgi bizdə məcburiyyətdən irəli gəlmir. Allahın sözünə itayət etmək onu sevməyimizin göstəricisidirsə, itayət də qorxudan irəli gəlmir. Əksinə, itayət Allahın məhəbbətinin təzahürüdür. Biz onu sevirik və onun sözünə itayət etməyimiz ona olan sevgimizin göstəricisidir. Müxtəlif zamanlarda, müxtəlif ilahiyyatçılarımız bu fikri dəfələrlə bizə çatdırıblar ki, mən itayət edirəm çünki qorxuram deyil. Mən Allaha itayət edirəm çünki onu sevirəm. Sevgidən irəli gələn və müxtəlif dövrlərdə yaşayan müxtəlif o ilahiyyatçıların fikirlərini bura qoymuşam. O Avqustindan başlayaraq gerçək sevgi itayətlə özünü göstərir ifadəsi. Gerçək sevgi budur. Əgər o sevgini biz Allaha göstəririksə və deyirik ki, mən Allahı sevirəm, o sevgi itayətdə öz əksini tapır, özünü göstərir. İtayət sevginin formasıdır. O Alman filosofu bu fikri demişdi. Və John Piper maraqlı bir fikir deyir. Allaha sevgi, Allahda sevinmək deməkdir. Allaha aid olmağından zövq almaqdır. Böyük bir şərəfdir, böyük bir sevincdir. Mən Allaha məxsusam. Mən Allahı tanıyıram və bilirəm ki, Allah məni tanıyır. Və mənim Allaha olan sevgim məhz bu xoşbəxtliyi yaşamaqdır. Mən Allahı tanıyıram.
Bu da ona itayəti göstərir. İtayət sevgidən, sevginin daşmasıdır. Məcburiyyət yükü deyil. Maraqlıdır, yox? Ona görə biz müqəddəs kitabı oxuduqda biz, ayda mən bunu etməliyəm, mən bunu etmək istəmirəm. Bu necə də ağırdır, bu səhifəni keçirdim, o biri səhifədə daha rahat bir cümlə taparam. Bizim Allahın sözünü qəbul etməyimiz onu sevdiyimizdən irəli gəlir. Və o sevgi də Allahın bizə olan sevgisinə köklənir. Biz görürük ki, müqəddəs kitab vasitəsilə Allahın bizə olan sevgisi tükənməzdir. Allah vəfalı və sadiqdir. Və məhz o sevgini müqəddəs kitab səhifələrindən oxuyaraq öz daxili təbiətimizdə yaşatdığımıza görə bizim ruhumuz şadlanır. Bizim ruhumuz məmnun olur. Ona görə də biz böyük bir həvəs ilə növbəti gün yenə də müqəddəs kitab oxumaq istəyirik. Ona görə biz Allaha etdiyimiz dualar etməli olduğum vacibat kimi deyil. Əgər etməsəm məsihçi deyiləm. Yox. Biz bilirik ki, bizim dualarımız Allah ilə ünsiyyət üçün üsullardan biridir. Ona görə duanı da biz sevə-sevə edirik. Biz duadan zövq alırıq. Ürəyimizi Allah qarşısına boşaldaraq, sükutda Allahı dinləməyi özümüzdə vərdiş yaradaraq. Allahın sözünü gündəlik münasibətlərdə yaşadaraq, mən belə etməsəm başıma bəla gələr. Yox, bu bizim tərzimiz deyil. Biz müqəddəs kitabda yazılan təlimatı Allahın bizə göstərdiyi qayğı kimi, bizi qorumaq üçün verdiyi təlimat kimi qəbul edib o sözlərlə yaşayırıq. Bizdən öncə yaşayanlar, müxtəlif zamanlarda olan ilahiyyatçılar, vaizlər məhz bu düşüncəni biz üçün getirirdi. Ona görə Allahın təbiətinə uyğunlaşmaq üçün vacib olan bir fikirlər onların nitqlərində və kitablarında olubdur. Və Romalılar məktubu 12-ci fəsildə 2-ci ayədə maraqlı bir sözlər yazılıb. Bu dövrə uyğunlaşmayın. Əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsinə aid edəsiniz. Maraqlıdır. Allahın iradəsini, yaxşı iradəsini, bizim üçün yaxşı iradəsini, kamil iradəsini, yəni mükəmməl iradəsini dərk etməyimiz üçün şərti var. Zamanə uyğunlaşma. Zamanə uyğunlaşmamaq mövzusunda danışanda belə yaddaşımdan çıxmayan bir kitab var. Stephen Covey'nin kitabıdır. Çox xoşlayıram o kitabı və o kitabda Stephen Covey çox maraqlı bir fikir getirir, hansı ki 1900-cu illərin əvvəlində dünya ədəbiyyatında yer aldı və belə də yayılmağa başladı. Və o fikir bundan ibarətdir ki, insanlar özlərini ictimaiyyətə göstərmək üçün müəyyən bir keyfiyyətləri mənimsəyirlər. Etiket deyirlər buna. Özlərini ictimaiyyətə necə aparacaqlar? Oturuşları, duruşları, istifadə etdikləri təmkinli sözləri, mömin görsənməkləri və bu vacibat da olacaq. Onlar ictimaiyyətə özlərini göstərirlər, amma öz daxili təbiətlərində dəyişilməyini heç düşünmürlər də. Onlar üçün digərlərin rəyi, fikri daha vacibdir. Nəinki gözə görünməyən, amma hər şey idarə edən Allahın onlar barəsində dediyi. Və bu barədə çoxlu kitablar var. Kitabın adı yadımdan çıxdı. 1932-ci ildə tarix yadımdadır ki, ilk dəfə o kitab yazılmışdı. Biznesin idarə edilməsi. Yəni, əgər özü doğru təqdim edirsənsə, işlərində uğurlu olacaqsan. Yaxşı. Müqəddəs kitab deyir ki, düşüncəvi dəyişdir. Əgər düşüncəvi dəyişdirməsən, nəyəsə nail olmağın böyük bir sual altındadır. Və Stephen Covey'nin bir cümləsi vardı, burada oxumaq istəyirəm. Əgər insanlara təsir etmək üçün manipulativ üsullardan istifadə etməyə çalışırsansa, amma daxilən səmimi və dürüst deyilsənsə, insanlar bunu hiss edəcəklər. Və Stephen Covey bunu göstərərək deyir ki, ən vacib olan şey öz xəssiyyət və diqqət yetirməkdir və xəssiyyətində dəyişilməkdir. Bu gün səhər axtarırdım bizim atalar sözlərini xəssiyyətlə bağlı, yaxşı bir şey yoxdur. Yəqin bizim atalarımız belə baxıb, yox, bunlardan adam olmayacaq da deyirdilər. Deyir ki, yazını pozmaq olar, xəssiyyəti dəyişmək olmaz. Belə atalar söz olar.
Yəqin ki, təcrübələri çox acı olub. Bir neçə atalar sözü çıxdı qabağıma. Dedim, yəni bu nümunələr o qədər də ümidverici deyil. İnsan xəssiyyəti dəyişkəndir. İnsan xəssiyyəti bir plastilin kimi təsvir etsək, o dəyişilməyə məruz qalır və o dəyişikliklər təbii prosesləri deyil. Təbii proseslərə görə insan dəyişilmir. Ürəyində bəslədiyinə görə başlayır dəyişilməyə. Əgər ürəyində acılıq, kin, küdrət saxlayırsansa, böyük ehtimalla kobud, yaramaz, acıdil bir insan olacaqsan. Yox, əgər ürəyində bağışlanmaya yer verirsənsə, əgər ürəyində sevgini önəmləyirsənsə, əgər qayğı və diqqət sənin üçün vacibdirsə, onda böyük bir ehtimal ilə sənin xəssiyyətində də həlim, təvazökar, itayətli, mehriban bir insan olacaqsan. Stephen Covey deyir ki, bizim xəssiyyətimiz vərdişlərimizdən ibarətdir. Vərdişlər isə gündəlik etdiklərindir. Nə edirsən gün ərzində? Nəyi seyr edirsən internetdə gün ərzində? Kimləri üzr istəyirəm, kimləri təqlid eləmək istəyirsən? Və mən bilirəm ki, hər birimizin belə bəyəndiyimiz, zövqündən xoşumuz gəldiyi, yaxud da onun nitqindən belə zövq aldığımız insanlar var. Onlar sənə nə verirlər? Çünki onları dinlədikcə, onlara baxdıqca, onların nümunəsini götürdükcə, özün də istər-istəməz onlardan biri olursan. Kimdən nümunə getirirsən? Mən təklif edərəm, gəlin müqəddəs kitaba baxaq və Allahdan nümunələr götürək. Və müqəddəs kitab vasitəsilə Allah bizə vacib olanları göstərir və vacib olanlar isə insanların gözü ilə görmədiyi, bizim daxili təbiətimizdə yer alan xəssiyyətimizin dəyişilməyindədir. Öz xəssiyyətimizə diqqət yetirək. Özümüzü təhlil edən insanlar ola, etdiyimiz hərəkətlərə görə özümüz üçün məsuliyyət daşıyan insanlar ola. Dəfələrlə bu cümlədən istifadə edirəm. Mənim üçün biraz çətin olan, qəbul etməyə çətin olan düşüncələrdən biri, bəziləri dua edəndə, ya Rəbb, bildiyim və bilmədiyim günahları mənə bağışla. Necə uyğun olmayan bir düşüncədir. Sən bilmədin, sən kimisə təhqir etdin, sən bilmədin, kiməsə zərər vurdun, sən bilmədin, kiməsə pislik etdin. Yox, bilməlisən. Mən bunu bilməliyəm. Əgər mən zərər vurmuşamsa, mən bunu bilməliyəm və mənim öz düzgün və uyğun gəlməyən hərəkətimi bilməyim məndə tövbə hasil edəcək. Ya Rəbb, buna görə məni bağışla. Əgər insana görədirsə, mən deyədim gedib insandan üzr istəmək. Bağışla məni. Oyda, bu bizim təbiətimizə belə çətinliklə yer alan bir düşüncədir, gedib üzr istəmək. 100 dəfə Allaha deyərik bağışla, nəinki zərər vurduğumuz insanı gedib qapısını döyək, hətta qapısı taxtadan da olsa, döyüb desək ki, məni bağışla. Nə qədər çətin gəlir. Amma nə qədər də doğru və nə qədər bizim üçün vacib olan hərəkətlərdir. Stephen Covey öz kitabında xəbərdarlıq edir və mən deyərdim, Stephen Covey əlbəttə müqəddəs kitabdan çoxlu nümunələr qoyub kitabında. Çoxlu orada ayələrdən və ayələrdən gələn düşüncələr var orada. Və o deyir ki, bu ikili standartlarla yaşama. Özünü ictimaiyyətə yaxşı, mömin, adil, doğru işlər görən kimi göstərirsən, amma ürəyinə diqqət yetirmirsən. Xatırlayırsınız, İsa Məsih din xadimlərinə nə demişdi bu barədə? Zahirən gözəlsiz. Zahirən gözəlsiz. Və bir dəfə çox belə kəskin söz dedi. Zahirən bəzədilmiş qəbirlərə bənzəyirsiniz. Daxiliniz ölü sümüklərlə doludur. Ya Rəbb, bizi qoru bundan. Özümüzü insanlara mömin, Allahı tanıyan kimi göstərərək içimizdə o pislikləri yaşatmayaq. Çünki içimizdəki bir gün vulkan kimi püskürüb bizə çıxacaq. Və bilirsiniz kimə çətin olacaq? Özümüzə. İkincisi isə yaxında olan, bizim yanımızda duran insanlar həmin o xəssiyyətin ağırlığını yaşayacaqlar. Və bilirsiniz, çox maraqlıdır ki, əgər öz xəssiyyətimizə diqqət yetirib, uyğun olmayan cəhətlərimizin dəyişilməsi üçün Allaha dua edib, Allahdan kömək istəyiriksə, müqəddəs ruh həyatımızda başlayır işləməyə. Mən deyirəm, nə qədər böyük bir məna daşıyır öz səhvimizi etiraf etməyə. Özümüzün doğru olmadığını etiraf etməyə, boynumuza almaq nə qədər böyük təsir edir. O təsir necə işləyir? O formulası yoxdur, onun düsturu yoxdur. Səmimi səhvini boynuna almaq
və Məsih İsa vasitəsilə Allahdan kömək istəmək, müqəddəs ruh başlayır kömək eləməyə. Və sonra özümüzdə bu mənfi cəhəti özümüz üçün hədəflədiyimizə görə onu təkrarlamamaq istəyirik. Çünki axı doğru deyil, axı yaxşı deyil. Axı biz külli ixtiyar Allaha özümüzü aid etdiyimiz halda ona yaraşmayan bir tərzdirsə, o ada yaraşmayan bir tərzdirsə, niyə mən onu təkrarlayım? Daha yaxşı olmazdımı yaraşana meyil göstərim, uyğun gələnə cəhd edim? Və nə qədər bu şeylər barəsində düşünürüksə, bilirsiniz nə başlayır dəyişilməyə? Bizim rəftarımız. Öz xəssiyyətimizə diqqət yetiririk. Özümüzdə uyğun olmayan cəhətləri özümüzdən kənarlaşdırmağa çalışaraq bizim rəftarımız başlayır dəyişməyə. Ətrafımızda olan insanlar ilə rəftar tamamilə dəyişilir. Və məhz bu rəftarın dəyişilməyi bizim üçün köməkdir və biz buna müqəddəs kitaba əsasən ruhani inkişaf deyirik. Və hər bir məsihçinin həyatında bu dönəmlər, bu ruhani inkişaf mərhələləri var ki, haçan o Allahı tanıdıqdan sonra Allaha itayət etmək üçün özünü həsr edir. Bu söz aydındır. Allaha itayət etmək üçün Allaha özünü həsr edir. Nə deməkdir o? Yəni müqəddəs yazıları oxuduqda və orada olan Allahın bizim üçün nəsihətini qəbul edirəm. Razılaşıram. Bəzi sözləri həzm eləmək çətin olur. Və mən deyirəm, bu bizim üçün təbii gəlir. Bir insan üçün bağışlamaq o qədər asandır ki, və o hamını bağışlayır. Tanıdığı və tanımadığı insanları da bağışlayır. Ona pislik edəni də bağışlayır. Televizorda baxdıq, kinoda hansı bir qəhrəmanın pis hərəkətini görür, onu da bağışlayır. Yəni bunun təbiəti bağışlayan insandır. Bəzi insanlara xeyir-dua vermək çətindir. Bəzi insanlar üçün o pul bağlantısı o qədər ciddi bir şeydir ki, o başqasına maddi dəstək ola bilmir. Digər isə asanlıqla xeyir-dua verir. Hər birimizin həyatında bir cəhətlər var ki, sanki asanlıqla edirik və fikirləşirik ki, hamı bunu edə bilər. Bəzi cəhətləri etmək bizim üçün çətindir. Amma o demək deyil ki, biz onları etməyəcəyik. Öyrənirik. Öyrənirik ki, ruhani inkişaf bizim həyatımızda natamam qalmasın. Allahı tanıyıb, Allahın xeyirxahlığını, yaxşılığını, bizə olan lütfünü datdıqdan sonra özümüzü məhrum etməyək Allahın bizə davamlı verdiyi xeyir-dualardan. Edə bilərik asanlıqla. Üz çevirib gedərək. Asanlıqla özümüzü Məsih İsa'da Allahın bizə təqdim etdiyi və verdiyi davamlı xeyir-duadan məhrum edə bilərik. Etməyək. Yahyanın müjdəsi 14-cü fəsil 21-ci ayə. Kim əmrlərimə bağlı qalıb, onlara riayət edirsə, məni sevən odur. Məni sevəni atam sevəcək. Mən də onu sevib özümü ona zahir edəcəyim. Oy da, necə güclü sözlərdir. Ya. İsa deyir, mən özümü zahir edəcəm. Özümü göstərəcəm. Sən əmin olacaqsan, biləcəksən ki, o mənəm. Mən atamla bərabər gəlib səndə məskən salacam. Amma bunun üçün məni sev. Məni sev. Məni sev. Hər kəsdən, hər şeydən daha çox məni sev. Ya Rəbb, səni necə sevə bilərəm? Hansı gözəl sözlərdən istifadə edim? Hansı gözəl sevgi nəğmələri oxuyum? Hansı gözəl sevgi mahnıları və şeirləri sənə bəsləyim? Allah isə deyir, əmrlərimə riayət et. Əgər mənim dediklərimə riayət edirsənsə, əgər mənim sözümə görə yaşamağı, münasibətlərini qurmağı hər şeydən üstün tutursansa, məni sevənsənsə, mən də özümü sənə zahir edəcəm. Bu mövzuda danışmaq sonsuzluğa qədərdir. Yəni, Allahın müqəddəs kitab vasitəsilə özünü aşkar etməsi, müqəddəs kitabı əsasən Allahın bizim həyatımıza davamlı verdiyi xeyir-dualar barəsində danışmağa məncə zaman yetməz. Bu bizim həyat hekayəmizdir və əgər xatırlayırsa, mən bu nitqimdə dəfələrlə istifadə edirəm. Bizim müqəddəs kitabda oxuduğumuz iman qəhrəmanların həyatı hansısa həyatlarında etdiyi bir dəfəlik bir şücaətin göstərilməsi, hansısa bir igidlik qəhrəmanlığının nümayiş edilməsi ilə ibarət deyil, həyat tərzidir. Biz onların həyat tərzinə diqqət yetirdikdə görürük ki, onlar ömürlərini Allahla yaşayan insanlar idi.
və biz də onların imanlarına uyğun olaraq, onların həyat tərzindən ibrət götürərək hansısa bir şücaət göstərmirik. Bazar günü gəlib gözəl səslə oxuduq, üstündən 20 il keçir, yadımıza salırıq. 20 il bundan qabaq necə oxuyurdu? Bugün nə edirsən? Bugün nə edirsən? Və sabaha nə etməyi planlaşdırırsan? Bizim həyat hekayəmiz bundan ibarətdir. Rəblə bərabər ömür yaşamaq. Və bizim Allaha olan sevgimiz hansısa bir müəyyən bir müddəti əhatə edən hisslər deyil. O bizim əqidəmizdir. Değişilməyən əqidəmizdir. Bütün varlığımızla, bütün gücümüzlə, bütün düşüncəmizlə Allahı sevirik. Amin. İndiyə demək istəyirdim bu qədər idi.